Salam dəyərli müəllimlər. Deməli, sürtünmə qüvvəsinə aid maraqlı bir testlə sizi tanış eləmək istəyirəm. Deməli, üfüqi səth üzərində yerləşdirilən cismin təcillinin müstəviyə paralel dartı qüvvəsindən asılılıq qrafiki verilmişdir. Buna əsasən cismin kütləsini hesablayın. Deməli, burada, bax burada 15 Newton elə burada sürtünmə qüvvəsidir. 30 Newton isə dartı qüvvəsidir. Bu bizə də A-nı verib 5. Yəni ki, üfüqi səthdədir bu. Üfüqi səthdədir. Deməli, M kütləli bir cisimimiz var. 30 Newton dartı qüvvəsinin təsiri altında bu deməli dartılır. Və sürtünmə qüvvəsi də bizə verib 15 Newton. Və təcil də bilirik ki, bax bu istiqamətdə yönəlir. Bizdən kütləni soruşur. Deməli, kütlə olacaq nə? M bərabər F əvəzləyici böl M. Əvəzləyici qüvvə nədir? 30 çıx 15. Yəni, böyük qüvvədən kiçik qüvvə çıxır. 15. Kütlə də, daha doğrusu təcil. Təcil də bizə verib 5. Bu da bizə verəcək 3 kiloqram. Deməli, cavab variantı D variantı.